Salam dostlar, bugün sizə robot transmissiyalar haqqında danışacağam. Robot sürətlər qutusu adi mexaniki sürətlər qutusunun elektron idarə etmə blokları və aktuatorlarla avtomatlaşdırılmış formasıdır. Yəni konstruksiya baxımından mexaniki, yaxşı üstünlükləri nələrdir? Yanacaq sərfiyyatı. Mexaniki bazı olduğu üçün adətən klassik avtomat transmissiyalardan daha qənaətçil olur. Belə ki, avtomat transmissiyalar daha yumşaq və komfortlu olsa da, sürüşmə və itkilərə görə 10-15% daha çox yanacaq sərf edə bilir. Mexaniki davamlı, düzgün istifadə olunsa, mexaniki sürətlər qutusu qədər uzun ömürlü ola bilər. Lakin çox zaman sürücülərimiz elə zənn edir ki, robot sürətlər qutusu mexaniki sürətlər qutusu kimi servis tələb etmir. Bu belə deyil. Sürətlər qutusunun 50-60 mindən bir yağını dəyişsəz, bu onun ömrünü daha da uzada bilər. Avtomat və ya CVT transmissiyalara nisbətən daha sadədir. Bu da istehsalını daha ucuz başa gətirdiyi üçün avtomobilin qiymətinə də təsir edir. Məhz bu sürətlər qutusu üçün Chronoil'in Singer 7590 məhsulunu tam arxalıqla istifadə edə bilərsiniz.